Salam değerli izleyicilerimiz. Bugün sizinle DİM test topusunun informasiya ölçü vahidləri bölməsinin birinci test tapşırığının izahına baxarıq. İnformasiya tutumu 1,94 MB olan boş diskə bir ədəd 0,5 MB mətn faylı, 512 KB-lıq şəkil və 0,44 MB-lıq səs faylı yazıldı. Diskdən neçə kilobayt boş yer qaldı? Deməli, biz verilən informasiyaları qeyd edib yazırıq. Deməli, birinci 0,5 megabayt deməli bizim mətin faylımızdır. Yazırıq mətin. İkinci 512 kilobayt. Biz 512-ni deməli megabayt şəklində yazaq. 512-ni bölürük 1024-ə. 512 bölünsün 1024. Buradan qalır 0,5 megabayt şəkil faylı. Üçüncüsü isə 0,44 megabayt deməli nədir? Səs faylı. Bunların ümumilikdə cəmləyirik, hamısını bir yerə cəmləyirik. Deməli 0,5 0,5 plus 0,5 deməli 1 plus 0,44 1,44 megabayt ümumi olan həcmidir. Sonra biz ümumi deməli boş deməli 1,44-dən 1,94-dən çıxırıq. 1,44-ü deməli 4-dən 4 0, 9-dan 4 5, 1-dən 1 deməli 0. Deməli burada 0,5 deməli megabayt. Biz bunu kilobaytla istəyirik cavabı. Çeviririk bunu. Deməli kilobayta çeviririk. Nə qədər? Deməli 512 kilobayt edir.